sizlərə xoş gördük deyirəm. Bizim bugünkü mövzularımız əslində bizim forumumuz Heydər Əliyevin 100 illik münasibətlə keçən tədbirlər silsiləsində olduğu üçün mənim çıxışım birbaşa öyrənən və öyrədən zəkalı insan adamı qurmuşam mövzumu. Səbəb nədir? Əslində indi fikirləşdim ki, yağda gələ-gələ. Bax, biz öyrənən, həm də öyrənənlərmiş. Bu nümunənin əsasını hardan biz axtara bilərik, tapa bilərik və bir örnək kimi də bəlkə özümüzə götürə bilərik. Mən bütün bir neçə konferanslarda artıq bu silsilədən çıxış edirəm və hər birində ayrı-ayrı münasibət toxunuram. Amma bir məqamı əsas tətbiq etmişəm. Mən bir insanın taleyi, onun xarakteri, onun peşəkarlığı, onun fədakarlığı, onun nümunə olası və tarixdə yaşaması üçün zəmin olan xarakterdən danışmağa çalışıram. Siz bilirsiniz ki, mən onu qırmızı xətdən bir də cızıram. Biz müəllimlər şəxsiyyətə fərəzişin əleyhinəyik. Amma biz bilirik ki, zəkalı və duhalı insanlar Allahın bəşəriyyətə böyük bir neymətidir. Və zəka sahibləri, onlar işıq saçır, nur saçır. Bütün bəşərin rahatlığı üçün, insanların qorunması üçün. Bax, bu mənada bizim də taleyimizə çox böyük neymətlər var. Ona görə ki, Azərbaycan elə bir ərazidə yerləşir ki, Allah elə bir neymət verir ki bizə. Şərq ilə qərb arasında qapı dünya üçün böyük bəy olur. Yəni, bura müsbət enerjinin axdığı yer olduğuna görə, bax, bizim həm kişi, həm qadın, həm ziyalılarımız xüsusi əhəmiyyət kəsb edir. Bütün dünyaya baxıb müqayisə edeyim. Yəni, mən bir təhlilçiyim lafa. Kişiləri ağıllı, yaraşıqlı, namuslu, qeyrətli, qadınları xanım-xatın özünə hörmət edən olmuş, gərəkli ki olsun. Bu bizim əsas qəddimizdir. Maraqlıdır, bir insanın taleyini necə müəyyən edirlər və insan o taleyi necə yaşayır? İnsan qeyri-adi doğulursa, daimi çalışırsa, insanın qismətini, onun saf niyyəti, xeyirxah düşüncəsi, məramı məqsədi, əməli xidməti müəyyənləşdirir. Bu, onun xoşbəxtliyidir və buna Tanrı'nın mükafatı var. O cümlədən bugün haqqında danışdığımız şəxs kimi. Nədədir onun gücü? Öyrənməkdə bir nümunə. Təbii ki, mən bir neçə dəfə demişəm, mən təkrar etmək istəmirəm. Mən bir neçə yazımı öyrənməli və öyrətməli nümunə kimi vermişdim. Amma bu dəfə bir toplum hazırladım və bir təxminən 20-yə qədər mənim çıxışlarım var bu barədə. Məhz öyrənən, öyrədən zəkalı insan adı qoydum. Mən böyük hərflə insan ifadəsi yazmışam. Həm bax belə şəxslər üçün, həm də müəllim üçün. Yəni bizim ən böyük xidmətimiz, ən böyük xoşbəxtliyimiz bunlarla bağlıdır. Çox maraqlı həyatı keçib, siz onu bilirsiniz. Və onun bir neçə nüansını demək istəyirəm. Bax, baxın. O rəssamdır, həm yazıcı. O şair, həm də yeri gələn. Və onun ən böyük sevgisi vətən sevgisi, insan sevgisidir. O gözəl bir mühasibdir, müsaitdir. Qoca ilə qoca kimi, uşaqla uşaq kimi, müəllimlə müəllim kimi, musiqi danışmaq qabiliyyəti var idi. Və bunlar hamısı öyrənməli bir nümunədir. Bir də insanın, mən həmişə demişəm, bir daha təsdiq edirəm, ən böyük xoşbəxtliyi odur ki, o özünü təqdim edə bilsin və olduğu kimi edə bilsin. Məsciddə də, Məkkədə də, Kəbədə də, telefonda özü kimi olub olur. Qadınıza da haykırdılar. Kəbədə onun Allahu Ekber sözü hamıdan bekləyildi. O onu sil ürəklə deyirdi. Tribunada çıxışında, duruşunda, oturuşunda, səliqə səhmanlı bir nümunə edir. Bunu öyrənməmək olar və onu nümunə götürməmək olarmı? Yəni sözünün yerini bilirdi. Verdiyi qərarlar tək Azərbaycan üçün deyil, həm də dünya arenasında bəşəriyyət üçün bir əhəmiyyət kəsb edir. Ölüm hökmündən dərk olunması.
Uzun illər 31 Mart soykırımı günü elan olunması nə qədər vacibdir? 20 yanvarla bağlı, digər hadisələrlə bağlı. Və bu insanın gücü nədədir? Sözün qüdrətində. Bircə kəlmə söz söylədir. Hamı hazır oldu. Körpə də əskər oldu. Yadınızdadır 93-cü hadisələrində. Və bir neçə məqamda həmişə mən xatırlayıram və deyirəm. Və hesabı götürək. Bir ac olur, ayaq üstə durmaq olar. Laf şəhid də olmaq olar. Müstəqil olan dövlət, bəli yaşasın deyə. Müstəqillik əbədi olsun deyə. Və bütün bu çıxışların əvvəlində və sonunda deyəcəyim bir neçə söz var. Vaxtını çoxalmayacağım, çünki istəyirəm ki, sizləri dinləyək. Biz bugün ona görə xoşbəxtik ki, biz bugün gəlib burada ona görə otura bildik ki, biz bunun üçün 44 günlük müharibədə, əvvəlki döyüşlərimizdə şəhid olan oğullarımızın hesabından qıtlıqdayıq. Onların paramparça olmuş qurları qarşısında baş əyirik, ehtiram göstəririk. Qazilərimizə Allahdan şəfa diləyirəm. Unutmayın mənim əzizlərim. Ölənlər xoşbəxt, qalanlar peşmandırlar. Onlar cənnət məkan. Amma çürüyən, əza imtihanı keçirdən qazilərimizə gərək diqqət olsun. Və mən bir də bir şey deyirəm. Tədbirlər xüsusən şəhidlərlə bağlı. Bir digər, onlar dəyinsə xatirinə biz onu etməyək. Biz onu hiss edək, duyaq, o şəhidin halını yaşayaq. Mən Şuşada olmuşam bir neçə dəfə. Mən son Şuşada gördüyümü həyatım boyunu da bilmərəm. O uşaqlar necə əli yalın uçurlar. Emin mənim, təsəvvür edin ki, onlar harada neçə nəfər bilirsə, Allah Teala orada elə bir ağabdə qurub ki, deyib bir bizi unutdanıb da, yaddan çıxaraq eləmədik. Çünki bizdə bu xasiyyət var ki, o lalə 5-5 olubsa, 5 il orada şəhid olur, onu. Və mən heç xatırımdan çıxara bilmərəm. Meçid bağlıydı, mən Cıdır düzündə gəldim. Bizimi yerə qoyub namaz qılanda bir dənə bir şey düşünürəmişəm. Mən onu sizdən bölmək istəyərəm. Adətən yerdəki otlar bilsə diken kimidir da, bərəbər. Siz təsəvvür ki, mən dilimi yerə qoydum. Və səcdiyə gedəndə o otlar necə hamar və o şəhidlərin hənərqisini mən necə hiss etdim, mən biraz hissiyyat adamam. Və ona görə deyirəm, ey insanlar, ayağınızı yerə yavaş basın. Unutmayın, orada hər bir şəhidin qanı var. Şuşaya getmək, yemək, içmək üçün, çalıb oynamaq üçün tək ola bilməz. Çünki orada hər an gərək bizim ehtiramımızı, bizim duyğu və hisslərimizi o şəhidlərimiz hiss edəsinlər. Qalib gəlmişik, bu öz yerində. Yazmışam 44 günlük müharibəni hər birində, siz məni izləmişsiniz. Və bugünsə bizim dediyimiz bir söz var. Tələbənin qorunması. Bax, bugün yumruq olmaq gərəkdir. Niyə? Hər bir düşmənin analığı olur. Bizim düşmənimizin analığı yoxdur. Yoxdur. Dəyişilmir qara keşiş. Əl götürmür xislətindən, heç dəyişmir məqsədini hətta qara keşiş. Çünki daş üstə yaradılan, torpağa həsrət olan, bir qan içən düşmənlə biz qonşu düşmüşük. Qonşu ocaq başda düşüb. Mən hər dəfə deyirəm, Egidlər də fitnət elə. Ona görə bax bu torpağın fayda namus ləkəsi düşdü. Biz ona görə minnətdarıq ki, o oğullara, onlar o ləkəni bizim üstümüzdən sildir. Və bundan sonra gərək biz unutmayaq, səhvlərdən necə çıxardaq. Bir sual verək özümüzə. Deməyək ki, vətən üçün nə etdi? Deyək ki, biz vətən üçün nə edirik? Hər bir adam öz güc qələtlərinə. Deyir o, yağın toğrayı sərçə bir günündə su gətirir. Deyir sərçə, o su odu söndürmə. Deyir, bilirəm, mən məhəbbətimi göstərəm. Biz hərəmiz öz yerində, biz söz sahibiyik. Bir sözü deyirəm, bir daha təkrar edirəm. Azərbaycan məktəbi və müəlliminin böyük iftihar hissi keçirmək haqqı var. Hamı oradan keçir. Bütün evdə, xanım da, kişi də, qadın da, ali baş komandan da, sıralı şəxs də və müəllimin bunlarda haqqı var. Zəhməti var. Müəllim cəmiyyəti aparıcı simasıdır və o böyük ehtirama layiqdir. Bunu unutmaq olmaz. Ona görə də biz bugündən sonra daha çox sənə çalışaq. Və ən böyük istədiyim odur ki, biz ilahi bir eşqlə yaşayırıq. Və bu eşqə görə Allah'ın sözündəndir. Əlbəttə, öz bəhrəmə boyu qeyri-adi bir çıxış işləyəcəyik. Ona qabaq bir söz deyim. Bir yazı yazmışam.
İlahi eşq bir əfsanə, cazibası qayıbanə. O şəfqətdir, məhəbbətdir, ülviyyət və ünsiyyətdir. O böyük bir neymətdir ki, onu Allah bizə verir. Ona görə mən təhsil sistemində ünsiyyət sözünü yazdım. Çünki insan ünsiyyətlə yaşayır. Bax, biz bir canı bir olarsa bilim varıq. Biz bu canları sevməsək məhv olarıq. Əlbəttə, bugün Akşin müəllimə burada valideynlər iştirak edir. Hər bir valideyn üçün çox böyük xoşbəxtdir ki, onun evladının cəmiyyətdə mövqeyi olsun. Çox sağ ol deyirəm o valideynlərə ki, onların da yetirdiyi evlad gücü qədər, çatdığı qədər. Mən demirəm, hamı birdən-birə olmur. Yəni, burada mənim ailəm var, burada digərləri var. Biz artıq daha fikirləşmiş. Və bu yolda addım atırsa, nə xoş bizim halımıza. Mən sizə özümə nə arzu edən son arzulayıram. İlahi, sən bizə can sağlığı ver, güzarlığı ver. Bir şeytana yar olmaya, Allahın məhəbbət və istəyindən bir an uzaq olmaya. Bugün bizim ən böyük məsuliyyətimiz qarşımızda bu körpələrin sağlam böyüməsi var. Sağlam mühitdə yaşaması var. İnsanlığın qorunması var. Bu yolda hamınıza təşəkkür edirəm. Çox sağ olun ki, bugün bizim yanımızdasınız və biz də sizinlə fəxr edib gurur duyuruq. Çox sağ olun.